Novruz bayramına artıq sayılı günlər qalıb və yəqin ki, bir çoxumuz artıq səyahətimizi planlamışıq. Bəs siz səyahətinizi hansı nəqliyyat vasitəsilə etməyi sevirsiniz? 050-245-3717 WhatsApp nömrəsinə öz fikirlərinizi, təcrübələrinizi bildirə bilərsiniz. Və elə bayram günlərində paytaxtdan bölgələrə və əks istiqamətə sərnişin sıxlığını nəzərə alaraq Azərbaycan Dəmir Yollarda gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Bəli, ətraflı məlumatı bizə telefon bağlantısında olan Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin şöbə müdürü Bəxtiyar Hacıyev çatdıracaq. Bəxtiyar müəllim, salam, sabahınız xeyir. Salam, sabah xeyir, gününüz Necəsiz? uğurlu olsun. Sağ olun, siz necəsiniz? Sağ olun, Təşəkkür minnətdarıq. edirik. İstər deyilə sualımızı ünvanlayaq sizə. Hansı istiqamətlər üzrə əlavə reyslər təşkil olunacaq? Bütün istiqamətlərdə əlavə reyslər təşkil olunacaq. Xüsusilə biz bayram günlərində artan sərnişin tələbatını nəzərə alaraq, xüsusilə turizm bölgələrinə əlavə reysləri artırmağı daha uyğun bilmişik. Belə ki, turistik bölgələrimizdə olan Qəbələni nəzərə alaraq 20-30 tarixlərində martın, yəni 10 gün ərzində Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatarlar hərəkətdə olacaq. Hər gün Bakıdan və Qəbələdən hərəkət edəcəklər. Həmçinin 19-30 mart tarixlərində Bakı-Bakı marşrutu üzrə əlavə reyslər olacaq. Burada qatarlar saat 8:30-dan Bakıdan, 7:20-də Ağstafadan hərəkətə başlayacaq. Bakı-Qazax-Bakı xətti ilə də əlavə reyslər olacaq 20, 22, 29 və 30 mart tarixlərində. Həmçinin sərnişinlər bayram günlərində Bakıdan, Ağstafa və Qazaxa əks istiqamət eləcə də gündəlik Bakı-Qazax-Bakı reyslərlə də səfər edə bilərlər. Burada bir məqamda qeyd edim ki, Bakı-Ağstafa-Bakı marşrutu üzrə biletlərə 10% endirim tətbiq olunur. Nə gözəl. Bundan başqa Ağdamı qeyd edək. 23 və 25 martda Bakı-Ağdam-Bakı marşrutu üzrə əlavə qatarlar təyin edilib. Həmçinin 21 və 28 martda ənənəvi reyslər də olacaq. Qatarlar saat 7:10-da Bakıdan, 18:10-da Ağdamdan hərəkət edəcək. Təşəkkür edirik Bəxtiyar müəllim ətraflı məlumat üçün sizə.